Dostlar, biz artıq süni zəka dövründə yaşayırıq. Standart işlərin çoxu artıq avtomatlaşdırılır. Bəzi vəzifələr, hansı ki illərlə təhlükəsiz görünürdü, indi gözümüzün qarşısında ya dəyişir, ya da yox olur. Bəzən düşünürsən, mənim də işimi təhlükədədirmi? Mənim işlərimi də robot edəcəkmi? Və bu kimi digər suallar hər birimizi narahat edir. Amma süni zəka yalnız risk deyil, bu həm də fürsət yaradır. Yeni bacarıqlar öyrənir. Yaradıcı və strateji işlərə fokuslanmaq, süni zəka ilə əməkdaşlıq etmək gələcəyin açarıdır. İndi işini qorumaq üçün yalnız işləmək kifayət deyil. Bu qeyri-müəyyən dövrdə ən böyük təhlükə məhz passiv olmaqdır. Əgər yeni bacarıqlar öyrənəcəksənsə, bacarıqlarını artıracaqsansa, süni zəka sənin tərəfdaşın olacaq və heç kim sənin işini əvəz etməyəcək. Bu yeni erada karyeranızı təhlükəsiz etmək sizin öz əlinizdədir. Bu işdə sizə bizim yeni süni zəka dövründə karyera təhlükəsizliyi adlı proqram kömək edəcək. Müraciət edin ki, siz də bu yeni dövrdə, yeni zamanda peşəkar əməkdaş ola biləsiniz.